Salam əziz abituriyentlər. Gəlin, Güvən nəşrlərinin abituriyentlər üçün keçirdiyi sınaq 14-ün izahına baxaq. 61-ci sualda deyir, Kiçik Qafqaz təbii vilayəti üçün doğru olmayan fikirləri müəyyən edin. Bizdən yanlış istəyir. Biri oxuyaq. Vulkanogen çökmə suxurlar geniş yayılmışdır. Bəli, biz bilirik ki, Kiçik Qafqazda, ən çox da vulkanik yaylada vulkanogen çökmə suxurlar geniş yayılmışdır. İkinci, yağıntıların orta illik miqdarı 400 min mm arasındadır. Bu da doğrudur. Kiçik Qafqazda yağıntılar 400 min mm arası düşür. Üçdə nə deyir? 5 fiziki coğrafi rayona bölünür. Xeyr, biz bilirik ki, Kiçik Qafqaz 4 fiziki coğrafi rayona bölünür. Bunlar hansılardır? Gəncə, Qarabağ dağları, vulkanik yayla və Həkəri. Deməli, bu yanlış variantdır və bizə lazımdır. Çünki yanlışları istəyir. 4də nə deyir? Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yarım tipinə rast gəlinir. Xeyr. Ümumiyyətlə, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim tipi Kiçik Qafqaz təbii vilayətində yox, Böyük Qafqaz təbii vilayətindədir. Bu da yanlış fikirdir və bizə lazım olduğu üçün götürürük. 5də nə deyir? Dağ çöl, dağ meşə, dağ çəmən və nival landşaft tipləri formalaşmışdır. Biz dağ çölü, dağ meşəni, dağ çəməni Kiçik Qafqaz təbii vilayətində görə bilərik. Lakin nival landşaftı Kiçik Qafqaz təbii vilayətində yoxdur. Deməli, bu variant da bizə lazımdır. 6-cıda deyir, dağ tundra iqlimi yayılmışdır. Bəli, Kiçik Qafqazda dağ tundra iqlimi var. Deməli, bizə lazım olan variantlar, yəni yanlış verilənlər 3, 4 və 5-ci cavablardır. Yəni, Y variantı testimizin doğru cavabı olacaq. İndi isə gəlin 62-ci suala baxaq. Burada bizə Eyler-Venn diaqramı verilib və buna əsasən uyğunluğu tapmaq tələb olunur. Bu tip suallarda əvvəlcə biz ortaqları tapmalıyıq ki, digərlərini tapmaq bizə asan olsun. Ortaq olanda bizə nə istəyir? A, B və D. Yəni, bax deyir ki, 5 inzibati rayondan təşkil olunub. Bu Gəncə Daşkəsən olmaz. Çünki Gəncə Daşkəsən dedik ki, 4 inzibati rayondan deməli təşkil olunub. Bunlara hansılar aiddir? Deməli, Göygöl, Daşkəsən, Samux və Goranboy. Bu, Şəki-Zaqatalada olmaz. Çünki Şəki-Zaqatalada 6 inzibati rayondan ibarətdir. Buna Balakən, Qax, Zaqatala, Şəki, Oğuz və Qəbələ aiddir. Və buna Milmuğanda aid olmaz. Ona görə ki, Milmuğanda 4 inzibati rayondan təşkil olunub. Bunlar hansılardır? Saatlı, Sabirabad, İmişli və Beyləqan. Deməli, bizdə qaldı Quba Xaçmaz və Qazax Tovuz. İndi tapaq ki, hansı-hansına aiddir. Biri uyğun gəlir C. C-də nə deyir? Yalnız bir xarici ölkə ilə həmsərhəddir. Biz bilirik ki, Quba Xaçmaz yalnız Rusiya ilə sərhəddir. Deməli, bura gedəcək Quba Xaçmaz, yəni 3-cü. Daha sonra nə deyir? 2-yə də Y-ni uyğun görüb. Yəni, əhalisi əsasən yekcinsdir. Bəli, Qazax Tovuzda əhalisi yekcinsdir. Burada uyğun gələcək 5. Və ortaqda baxın, burada D olan qaldı. D nə edir? Baxın, deyir, çayları Xəzər dənizi hövzəsinə aiddir. Ümumiyyətlə, Azərbaycan Respublikasında bütün təbii vilayətlər, bütün iqtisadi fiziki rayonların hamısının deməli, çayları Xəzərə aiddir deyə bu ortaqdır. Deməli, bizə nə uyğun oldu? 1-ə 3, 2-yə də 5. Bu da olur Y variantı. İndi isə 63-cü suala baxaq. Deməli, bizə iqlim diaqramı verilib. Diaqrama fikir verirsiniz, baxırsınız. Baxaq ki, baxın, temperatur mənfiyə düşüb. Mənfi 6-ya qədər temperatur düşür. Və fikir verirsinizsə, yağıntı əsasən yazda düşür, yayda düşür. Qışda və payızda fikir verin, yağıntı azdır. Deməli, bu hansı iqlim ola bilər? Hansı iqlim tipi ola bilər? Bu, deməli, qışı quraq keçən iqlim yarım tipi olacaqdır. Qışı quraq keçən. İndi gəlin baxaq. Və hansı qışı quraq keçən ola bilər? Yəni, sizi çaşdıra bilər ki, bu qışı quraq keçən soyuqdur, yoxsa qışı quraq keçən mülayimdir. Siz bu ikisinin arasında qala bilərsiniz. Bunu belə seçirik ki, ümumiyyətlə mülayimdə, qışı quraq keçən mülayimdə, deməli, temperatur mənfiyə düşmür. Ona görə də mülayimləri sildik. Və axı dedik, qışı quraq keçən, ona görə B variantındadır. Yayı quraq keçəni də sildik. 2A və Y arasında qalırıq. Yeni niyə seçmirik? Çünki Zaqatalada qışı quraq keçən soyuq yoxdur. Ona görə variantımız A variantı, qışı quraq keçən soyuq və isti su Kəlbəcərdədir.
Bunu götürəcəyik. Daha sonra keçək 64-cü suala. Bu sualda nə deyir? Qaragül qoyunçuluğunun inkişafına görə fərqlənən ölkələr. Biz bilirik ki, bu əsasən Mərkəzi Asiya ölkələridir. Asiyada yayılıb və eyni zamanda Əfqanistanda da yayılıb. Buna Özbəkistan, Türkmənistan və Əfqanistan aiddir. 65-ci sualda çaylar və mənsəbləri hansının mənsəbi doğru göstərilib onu tapmaq tələb olunur. Neva çayı körfəzə tökülür. Bəli, düzdür. Neva çayı Fin körfəzinə tökülür. Irtış Obun qoludur. Yəni çaya tökülür. Bu da doğrudur. Niger tökülür Qvineya körfəzinə, amma burada boğaz yazıb. Bu yanlışdır. İordan çayı gölə tökülür. Ölü dənizə, yəni deməli, Xor çökəkliyində yerləşən Ölü dənizə tökülür. Bu da doğrudur. Missouri isə Mississippi-nin qoludur, yəni çaya tökülür. Burada isə dəniz yazıb, yanlışdır. Ural çayına boğaz yazıb, Ural çayı bilirik ki, Xəzər dənizinə tökülür. Ona görə bu da yanlış olacaq. Deməli, bizim doğru variantımız 1, 2 və 4 olacaq, yəni B variantı. 66-cı sualda deyir ki, xəritə sxemdə 1, 4, 5 rəqəmləri ilə göstərilən ərazilərin 2, 3, 6 rəqəmi ilə göstərilən ərazidən oxşar əlaməti. Y variantına baxın. Y variantına deyir ki, seismik zonada yerləşirlər. Ümumiyyətlə, Azərbaycan Respublikası Alp-Himalay seismik qurşağında yerləşdiyinə görə Respublikamızın hər bir ərazisi bütövlükdə seismik qurşaqdadır. Ona görə doğru cavab Y variantı. 67-ci sualda bir yanlışlıq var. Burada Elbrus yox, Elburs olmalıdır. Elburs. İran ərazisində yerləşən Elburs dağı. Yəqin ki, bu sualda sizin deməli xeyrinizə hesablanacaq. Nəyə görə? Çünki baxın, verilən variantlara baxanda hər biri Elbursun, İranda yerləşən Elbursun, yəni Elburs dağının əlamətləridir. Baxın, nə deyir burada? Deyir, İranın ən hündür zirvəsi bu dağlardadır. Doğrudur. Ən hündür zirvəsi burada yerləşir, Dəmavənd. Sonra deyir, seismik cəhətdən aktivdir. Bu da doğrudur, seismik cəhətdən aktivdir. Qırışıq faylı dağdır. Xeyr, qırışıq faylı deyil. Hündürlük qurşağı müşahidə olunmur. Xeyr, müşahidə olunur. Alp qırışıqlığında yaranıb. Doğrudur. İran körfəzi sahilində yerləşir. Xeyr, bu doğru deyil. Deməli, bizim doğru variantımız C variantı olacaq. 1, 2 və 5. İndi isə 68-ci suala baxaq. Burada deməli Lənkəran və Orta Araz təbii vilayətləri verilib və uyğun olanları aiddir, aid olmayandır, onu doğru tapmaq tələb olunur. Deyir ki, inzibati rayon mərkəzi olmayan şəhəri var. Ümumiyyətlə, biz baxırıq ki, hər ikisində Lənkəranda Liman və Göytəpə, Orta Arazda isə Naxçıvan, yəni inzibati rayon mərkəzi olmayan şəhər var. Bəli, bu doğrudur. Deməli, bunu götürəcəyik. Daha sonra nə deyir? Neft-qaz ehtiyatı yayılmışdır. Xeyr, heç birində neft-qaz ehtiyatı yayılmayıb. Bunlar da bura mənfi qoyub, ona görə doğrudur. Daha sonra deyir, flis faydalı qazıntılarına rast gəlinir. Orta Arazda var, düzdür. Düzdə yazıb, amma Lənkəranda yoxdur. Ona görə bu variant yanlışdır. Daha sonra mülayim isti iqlim tipi yayılmışdır. Bu, deməli, baxın, qarşısına nə yazıb? Lənkərana doğrudur yazıb, Orta Araza yanlışdır yazıb. Bəli, doğrudan da Lənkəranda mülayim isti iqlim tipi yayılıb, Naxçıvanda yox. Ona görə bu da doğru variantdır. Paleogen vulkanik çöküntüləri yayılmışdır. Burada Naxçıvanda da var və Orta Arazda da olmalıdır. Mənfi yazdığına görə bu variantı götürmürük. Nival landşaftı yayılmışdır. Nival landşaftı Naxçıvanda var, lakin Lənkəranda yoxdur. Ona görə bu variant da yanlışdır. Doğru variantımız 1, deməli 2 və 4 olacaq. B variantı. İsə gəlin, deməli 69-cu sualın izahına baxaq. Burada nə deyir bizə? Burada deyir ki, deməli, codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonasına aid olmayan xüsusiyyətləri seçin. Şimali Amerikanın Sakit Okean sahillərində yayılmışdır. Bəli, doğrudur. Şimali Amerikanın Sakit Okean sahillərində var. Burada hətta San Francisco şəhəri, Los Angeles şəhəri də bu deməli təbii zonada yerləşir. Bu doğrudur, amma bizə lazım deyil. Çünki bizdən yanlışlar istəyir. 2-də nə deyir? Deyir ki, materiklərin qərb hissələri üçün səciyyəvi olduğundan Asiya qitəsində rast gəlinmir.
Niyə ki? Məsələn, Asiya qitəsində Kolxida ovalığında var, Gürcüstanda. Asiya qitəsində Aralıq dənizi sahillərində var. Ona görə bu yanlış variantdır və biz bunu götürürük. Daha sonra nə deyir? Qəhvəyi torpaqlar səciyyəvidir, düzdür. Daha sonra nə deyir? Portağal, naringi, limon, üzüm və zeytun becərilməsi üçün geniş imkanlara malikdir. Bu da doğrudur və götürmürük. Yalnız Aralıq dənizi iqlim tipi vilayətində yayılmışdır fikri yanlışdır. Nəyə görə? Çünki Avstraliyanın cənub-şərqində subtropikin bərabər rütubətli tipində də bu təbii zonaya rast gəlinir. 6-cıda isə nə deyir? Cənub yarımkürəsində ən məhsuldar və geniş taxılçılıq deməli zonası hesab olunur. Xeyr. Bu deməli Cənubi Amerikada, Argentinada yayılmış Pampa təbii zonasıdır taxılçılıq olan. Bu da yanlışdır. Deməli testimizin doğru cavabı 2, 5 və 6 olacaq. Yəni D variantı. Keçək növbəti suala. Deməli burada bizə nə deyir? Çayların mənsəbinin düzgün verildiyi sıranı müəyyən et. Əyri çay qanıxa tökülür. Bu doğrudur. Zəyəmçay qabırıya yox, birbaşa kürə tökülür. Viləş çay tökülür birbaşa Xəzərə. Bərgüşat tökülür deməli Həkəriyə. Çünki Bərgişat özü Həkərinin qoludur. Arpaçay tökülür Araza, doğrudur. Bəlbələ də tökülür Xəzərə, doğrudur. Deməli testimizin doğru cavabı olacaq 1, 5 və 6 D variantı. İndi isə keçək 71-ci testin deməli izahına. Bir məsələ verib, çox sadə bir məsələdir. Baxın nə deyir? Yuxarıda verilmiş xəttin miqyası əsasən xəritədə 40 dərəcəlik cənub enliyi üzrə 7 dərəcə şərq uzunluğu və 18 dərəcə qərb uzunluğu arasındakı məsafənin neçə santimetr olduğunu hesablayın. Baxırıq ki, biri şərq uzunluğudur, biri qərb uzunluğudur. Gəlin koordinatlarımızı çəkək. Deməli, bu yerləşir 7 dərəcə şərq uzunluğunda, biri isə yerləşir 18 dərəcə qərb uzunluğunda və cənub yarımkürəsinin 40 dərəcəlik paraleli üzərində. Biri şərq, biri qərb olduğuna görə biz toplayırıq. Deməli, 18 ilə 7-nin cəmi eləyir 25 və 40 dərəcəlik paralelimizin qiyməti nə qədərdir? 85/4. 25-i də vururuq 85/4-ə. Və cavabımızı alırıq. Deməli, bir dəqiqə hesablayaq. Buranda 2135 kilometr. Bu 2135 kilometr bizim həqiqi deməli məsafəmizdir. Və burada isə miqyası verib neçə? 50 kilometr. İndi isə sadə olaraq gedirik və xəritədəki məsafəmizi tapırıq. Necə tapırıq? Həqiqi məsafə. Yəni həqiqi məsafəni bölürük biz miqyasa. Deməli, 2135-i də böləndə 50-yə bizə burada düşəcək 42,7. Yəni, testimizin doğru cavabı olacaq A variantı. İndi isə keçək, deməli, 72-ci sualın izahına. Burada nə deyir? Deyir, Çelyuskin burnunu Murchison burnundan fərqləndirən əlamət. Şimal qütb dairəsindən şimalda yerləşir. Hər ikisi, bax, Çelyuskin Avrasiyanındır. Murchison isə Şimali Amerikanındır. Deməli, hər ikisi şimal qütb dairəsindən şimalda yerləşir, doğrudur. Qütb ulduzu müşahidə olunur, doğrudur, şimal yarımkürəsindədir. Şimal və şərq yarımkürəsində yerləşir. Baxın, Murchison şimal və qərbdədir. Amerika qitəsi qərbdədir. Çelyuskin isə şimal və şərqdədir. Deməli, doğru cavabımız C olacaq. Gəlin digərlərinə də baxaq. Aid olduğu materikin şimal ucqar nöqtəsidir. Bəli, bu da hər ikisinə aiddir. Şimal Buzlu Okean sahilində yerləşir. Bu da hər ikisinə aiddir. 73-cü sualda nə deyir? İsti okean cərəyanlarından deyil. Təbii ki, bu Bengal cərəyanı olacaq. Bilir ki, Bengal cərəyanı Afrikanın cənub-qərbindən keçir. Qərb küləkləri deməli cərəyanın bir hissəsidir. Və orada deməli deyirik soyuq cərəyan nə yaradırdı? Səhra yaradırdı. Keçək indi 74-cü suala. 74-cü sualda deyir ki, xəritə sxemi əsasən savanna və seyrək meşələr təbii zonası harada yayılıbsa onu bizdən istəyir. Təbii ki, buna Tanzaniya aid olacaq, Hindistan aid olacaq və Arnhem yarımadası aid olacaq. Amma baxaq 1, 3, 2 nədir? 1-də yerləşir codyarpaqlı meşələr, 2-də yerləşir musson meşələri, 3-də isə yerləşir
qarışıq meşələr təbii zonası. Deməli cavabımız olacaq burada bizim 4, 5 və 6 D variantı. İndi isə keçək 75-ci testin izahına. Burada bizdən nə istəyir? Euler-Venn diaqramına əsasən deməli Xaçmaz və Şabran rayonunun deməli ortaq xüsusiyyətlərini istəyir. Deyir ki, yarımsəhra quruçöl iqlimi yayılmışdır. Bəli, hər ikisində yarımsəhra quruçöl yayılıb. Dağ meşələri yayılmışdır. Dağ meşələri Xaçmazda var, lakin Şabranda yoxdur. Daha sonra Qusar inzibati rayonu ilə sərhəddir. Qusar inzibati rayonu ilə sərhəddə olan Xaçmazdır. Şabran yox. Sonra nə deyir? Deyir ki, 4-cü dövr suxuları yayılıbdır. Bəli, hər ikisində 4-cü dövr suxuları var və çayları birbaşa Xəzərə tökülür. Bəli, hər ikisinin ümumiyyətlə respublikamızın bütün çayları Xəzərə tökülür. Və burada da birbaşa deyirsə, hər ikisi bəli, birbaşa Xəzərə tökülür. 6-da nə deyir? Ərazisində Samur Yalama Milli Parkı yerləşir. Samur Yalama sadəcə Xaçmaza aiddir. Burada bizdən ortağı istədiyinə görə biz deməli götürəcəyik 1-i, 4-ü və 5-i, yəni Y variantını. İndi isə gəlin 76-cı suala baxaq. Görürsünüz ki, faydalı qazıntıların işarələri verilib və onlar harada yerləşir, onu tapmaq tələb olunur. Birinci, bu hansıdır? Təbii ki, alunitdir. Alunitdə harada olacaq? Zəylikdə. Deməli, B, D və Y variantları getdi. İkinci, xromitdir. Zəylik, ümumiyyətlə, zəylik haradadır? Daşkəsəndə. İkinci, xromitdir. Deməli, burada A variantında Qızılbulaqda getdi. Göydərədə xromit yatağıdır. Bu xromitin işarəsidir və Kəlbəcərdə yerləşir. Artıq variantımız çıxdı. Üçüncü isə deməli dəmirin işarəsidir və bu da Daşkəsən, Haman, Çay yatağında yerləşir. Deməli, doğru cavabımız C variantı olacaq. Keçək 77-ci suala. Hansı kartografik təsvirdə miqyas daha böyükdür? Elə baxan kimi görünür Xankəndi şəhərinin planı. Nəyə görə? Çünki planda daha böyük miqyaslı təsvirdir plan. 78-ci sual məsələdir. Gəlin məsələnin həllinə baxaq. Deyir ki, Günəş hansı enlikdə zenitdə olarsa, şimal tropik xəttində günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsi dirəyin öz uzunluğuna bərabər olar. Bu nə zaman olur? Ümumiyyətlə, cismin kölgəsi öz uzunluğuna o zaman bərabər olur ki, ora Günəş 45 dərəcə bucaqla düşsün. Və buradan bizə nə deyir? Deyir ki, şimal tropik xəttinə 45 dərəcə bucaqla düşəndə o zaman deməli cismin hündürlüyü kölgənin uzunluğuna bərabər olacaq. Deməli, bunu necə biz həll edirik? 90 çıxaq mötərizədə deməli 23 onda 5 çıxaq x bərabərdir 45. Deməli, burada nə tapırıq? Buradan yazaq 23 onda 5 çıxaq x bərabərdir 45. X-də tapanda 45-dən də çıxıram 23 onda 5-i eləyir 21 onda 5. Hara? Cənub. Cənub enliyi. Doğru variantımız D variantı olacaq. 79-da deyir ki, qotursu və donuzütən deməli mineral blokları hansı tektonik zonadadır? Hər ikisi Masallı rayonundadır və bu da düşür tektonik zona deyirsə, Kiçik Qafqaz tektonik zonasına. 80-ci sualda məsələdir. Burada deyir ki, 1 kubmetr havada 18,5 qram su buxarı var və nisbi rütubətliyimiz 74%-dir. Doymuş halda, doymuş nə deməkdir? Yəni 100%-ni istəyir sizdən. 100% olarsa, doymuş havada bu deməli nə qədər su buxarı ola bilər? Sadə bir deməli tənasübdür. 18,5-ə 74%dirsə, bəs o zaman 100%-ə neçə qram olacaq? Bu deməli, buradan da biz tapırıq, x-imiz bərabərdir. 18,5-i 100-ə vurub 74-ə böləndə alırıq 25 qram. Yəni, doğru cavab A variantı olacaq. İndi isə keçək 81-ci sualın izahına. İsveçrəni Bosniya və Hersegovinadan fərqləndirən xüsusiyyət hansıdır? Deməli, ərazisində cavan dağlar mövcuddur, bu doğrudur. İsveçrədə Alp dağları, Bosniyada isə Dinar dağları yerləşir. Dünya okeanına birbaşa çıxışı yoxdur. Bu niyə yanlışdır? Bəli, İsveçrənin çıxışı olmasa belə, Bosniya və Hersegovinanın çox kiçik də olsa 20 kilometrlikdə bir
məsafəsi olsa, çünki Bosniyanın qarşısını Xorvatiya tutur, lakin buna baxmayaraq 20 kilometrlik kiçik bir sahədən də olsa dünya okeanına çıxır. Ona görə bu yanlışdır. Dunay çayı hövzəsinin müəyyən hissəsi deməli ərazisində yerləşir. Doğrudur. Nəyə görə doğrudur? Baxın, Dunay çayı heç bir ərazisindən keçməsə belə, ümumiyyətlə İsveçrədən də, Bosniya-Hersegovinadan da başlayan bəzi çaylar deməli gəlir Dunaya tökülür. Buna görə də bu hövzəyə aiddir. Ona görə bunu hər ikisinə aid götürə bilərik. Respublika idarə etmə formasına malikdir. Düzdür, hər ikisi respublikadır. Yalnız inkişaf etmiş ölkə ilə sərhəddir. Bunu İsveçrəni götürə bilərik, amma Bosniya-Hersegovinanı götürə bilmərik. Ona görə bu yanlışdır. Əhalisinin əksər hissəsi German və Roman dil qruplarına mənsubdur. İsveçrədə bəli, həm deməli German dilinə, həm Roman dil qrupuna aid xalqlar yaşayır, lakin Bosniya-Hersegovinada deməli Slavyan dil qrupuna aid xalqlar yaşayır. Ona görə bu yanlışdır. Yəni ikisinə deməli aid deyil. Ona görə də doğru cavabımız, yəni fərqli olan cavablarımız hansı olacaq? 2, 5 və 6 olacaq. Deməli, cavabımız olacaq A variantı. İndi isə keçək növbəti sualın məsələnin izahına. Burada nə deyir bizə? Burada bizə deyir ki, mənsəbinin mütləq hündürlüyü 65 metr olan A çayının mənbəyi dəniz səviyyəsindən 1565 metr hündürlükdə yerləşir. Bu çayın uzunluğu 200 kilometr olarsa onun orta meylini hesabla çox sadədir. Məsələn, belə bir dağ çəkib, bunun mənsəbinin hündürlüyü 65 metrdir. Mənbəyinin hündürlüyü də 1565 metrdir. Nisbi hündürlüyümüzü tapırıq. Mənbə ilə mənbə, mənsəb arasındakı fərq eləyir. Nisbi hündürlüyümüz 1500 metr. Eyni zamanda bu bizim düşməmizdir. Düşmə nə idi? Mənsəblə mənbənin fərqi. Düşməni tapdıq. Uzunluğu da özü verir 200 kilometr. Uzunluq ellə ifadə olunur. Deməli, meyilliyi necə tapırdıq? Meyilliyi tapanda meyillik bərabərdir. Düşməni bölürdük uzunluğa. Yəni 1500-ü böləcəyik 200-ə, bu da eləyir 7,5. Bu qədər sadə bir məsələdir, çətin bir məsələ deyil. İndi keçək növbəti suala. Deməli, növbəti sualda bizdən nə istəyir? Deyir ki, Həkəri çayının mənsəbinin yerləşdiyi inzibati rayon. Biz bilməliyik ki, Həkəri çayı hansı inzibati rayonda yerləşir? Həkəri inzibati, deməli, Həkəri çayı Zəngilan inzibati rayonunda yerləşir mənsəbi. Və deyir ki, iki xarici ölkə ilə həmsərhəddir. Bəli, həm İran, həm də Ermənistanla sərhəddədir. Soyuq iqlim tipi yayılıbdır. Bu yanlışdır. Deməli, Zəngilanda qışı mülayim keçən yarım səhra quru çöl və qışı quraq keçən mülayim isti iqlim tipi yayılıb. Bu deməli yanlışdır. Qara metallurgiya üçün xammal ehtiyatına malikdir. Xeyr. Nəyə görə? Çünki Zəngilanda qara metallurgiya yox, əlvan metallurgiya var. Çünki Zəngilanda vecnəli qızıl yatağı var. Qızıl da əlvan metallurgiyaya aiddir. Bu da yanlışdır. Ərazisində qoruq yerləşir. Bəli, ərazisində Bəsit çay qoruğu yerləşir. Şərq çinarı qorunur. Hava limanı fəaliyyət göstərir. Bəli, deməli Zəngilanda son illərdə hava limanı tikilib. Qarabağ İqtisadi rayonuna aiddir. Xeyr, Şərqi Zəngəzura aiddir. Deməli, doğru variantımız olacaq. Cavabımız 1, 4 və 5. 4 və 5. İndi isə keçək 84-cü sualın izahına. 84-cü sualda bizdən nəyi istəyir? Deyir ki, sxemdə verilmiş A, B, C və D ölkələri üçün ümumi əlamətləri müəyyən edin. Deməli, baxırıq ki, 1 haradır? İslandiya, 2 Norveç, 3 İsveç, D isə Finlandiyadır. Deyir, Şimali Avropa regionundadır. Bəli, düzdür. Yəni 4-ü də Şimali Avropadadır. Əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsubdur. Bu yanlışdır. Məsələn, biz buna İslandiyanı, Norveçi, İsveçi götürə bilsək də, biz buna Finlandiyanı götürə bilmərik. Ona görə ki, Finlandiya Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddir. 3-də nə deyir? Deyir ki, unitar ərazi quruluşuna malikdir. Bəli, hər 4-ü də unitardır. Demoqrafik keçidin 4-cü mərhələsidir. Nəyə görə doğrudur? Çünki hər 4 ölkədə də təbii artım aşağı olduğuna görə, mənfiyə getdiyinə görə, az olduğuna görə 4-cü mərhələyə aiddir. Daha sonra deyir, meşə sənayesi üstünlüyü ilə fərqlənir. Baxın, Norveç, İsveç və Finlandiyanı buna götürə bilsək də, biz İslandiyanı götürə bilmərik. Ona görə ki, İslandiya subarktikdə yerləşir və burada tundra meşə tundra təbii zonasıdır. Burada meşə sənayesi yəni azdır. Ona görə bu aid deyil.
Deyir, elektrik enerjisi istehsalında geoslərin rolu böyükdür. Biz buna İslandiyanı götürə bilərik. Digərlərini isə o qədər də götürə bilmərik. Deməli, bizə hansı aid oldu? 1, 3 və 4. Doğru cavabımız 1, 3 və 4 olacaq. İndi keçək növbəti suala. Deyir ki, tərkibində Muxtar Respublikanın mövcud olduğu müstəqil Türk dövlətləri. Təbii ki, bilirik ki, bu Azərbaycandır, Naxçıvan Muxtar Respublikası və Özbəkistanda Qaraqalpaqistan Muxtar Respublikası yerləşir. 86-da deməli bizdən nə istəyir? 86-ya baxırıq. 86-da sadə bir məsələdir. Deməli, bunu necə həll edirik? Deyir ki, Quba İnzibati rayonunun sahəsi verilib. 2,6 min kvadrat kilometr. Və əhalisi də verilib. Və bizdən sıxlığı tapmaq tələb olunur. Çox sadə bir məsələdir. Sıxlığı biz necə tapırdıq? Əhalini bölürdük əraziyə. Burada da deməli necə eləyəcəyik? Əhalimiz nə qədərdir? 170,3 min nəfər. Ərazimiz də 2,6 min kvadrat kilometrdir. Və bunu biz böləndə alınır bizdə deməli 65,5 nəfər. Yəni hər kvadrat kilometrə 65,5 nəfər düşür. Bu qədər sadə bir məsələdir. 87-də çox sadədir. Deyir ki, köçürmə kapitalist ölkələri. Köçürmə kapitalist ümumiyyətlə Yeni Zelandiyadır. İnkişaf etmiş ölkələrin deməli qrupuna yeni daxil olan ölkələr bu Kipr və Singapurdur. Sosialistə isə aiddir Vyetnam və Laos. İndi isə deməli biz keçirik situasiya suallarının izahına. Gəlin situasiyaya baxaq. A və B adaları 3 yarımkürədə yerləşirlər. A adası bir ölkəyə, B adası isə 3 ölkəyə aiddir. Bu 3 ölkədən biri A adasının aid olduğu ölkədir. Bu ölkələr öz aralarında həm idarə etmə formasına, həm də inzibati ərazi quruluşuna görə bir-birindən oxşar və fərqli xüsusiyyətlərə malikdirlər. A adasının sahillərini B-dən fərqli olaraq 2 okean suları yuyur. Adaların hər ikisi başlıca olaraq əsas iqlim qurşağında yerləşir. Mətni oxuduqdan sonra artıq biz başa düşürük ki, burada söhbət Sumatra və Kalimantandan söhbət gedir. Deməli, 88-ci sualda nə deyir? A, B adaların adını yazın. A, Sumatradır. Deməli, A, Sumatra, B, Kalimantan. Və deyir, A və B adalarının sahillərini yuyan ölkələr. A-nın sahillərini bizdə yuyur. Deməli, Sumatranın 2 okeandır. Hind və Sakit. Kalimantan isə sadəcə olaraq Sakit okean yuyur. Vəssalam. Bu sualın cavabı bu. İndi 89-da nə deyir? Deyir, B adasında yerləşən ölkələr. B adası. Biz dedik ki, B adası Kalimantandır. B adası Kalimantandırsa, deməli, burada hansı deməli, ölkələr yerləşəcək? Burada 3 ölkə dedik yerləşir. Kalimantan adasında 3 ölkə yerləşir. Bu hansılardır? Bruney, Malayziya və İndoneziya. Deməli, Bruney, Malayziya və İndoneziya. İdarə etməsinə görə Bruney mütləq monarxiyadır. İnzibati ərazinə quruluşuna görə unitardır. Malayziya deməli konstitusiyalı monarxiyadır və federativdir. İndoneziya isə respublikadır və unitar respublikadır. İndi keçək 90-a. Deyir ki, A və B adalarının 3 yarımkürədə yerləşmə səbəbi ən başda da dedik. Hər ikisini, deməli, ekvator xətti kəsir deyə, ekvator kəsir, ona görə 3 yarımkürədədir. A və B adalarının yerləşdiyi işıqlanma quşağı ekvator kəsdiyinə görə bu tropik işıqlanmadadır və deyir, iqlim quşağı ekvator kəsdiyinə görə ekvatorial iqlim quşağında yerləşir. Deməli, sualların izahı bundan ibarətdir. Hər birinizə uğurlar.